Salam, dəyərli izləyicilərimiz. Hər birinizi salamlayırıq. İgid qəhrəman oğullarımızın ruhu qarşısında ehtiramla baş əyirik. Vətən torpaqları uğrunda qəhrəmanlıqla döyüşərək şəhid oldu vətən oğulları. Hər bir oğul bizim üçün çox dəyərli. Hər zaman çalışırıq ki, onları ehtiramla yad edək. Və hər zaman şəhid məzarlarını ziyarət edən, qazi qardaşlarının yanında olub onlara mənəvi dəstəyini göstərən bugün Afərim xanımın yanındayıq. Afərim xanım Qarabağ elindən, Füzuli torpağındandır. İgid qəhrəman bir oğulun xanımıdır, İgid qəhrəman bir oğulun həyat yoldaşıdır. O oğul ki, o da vətən torpaqları uğrunda döyüşərək öz bədən əzalarını şəhid verən oğullardandır. Habilin həyat yoldaşı Afərim xanımın bugün doğum günüdür. Biz də özümüzə borc bildik ki, bu gözəl gündə Afərim xanımı təbrikə gələk, şəhid İlqar Əhmədovun anası ilə birlikdə, Leyla ana ilə birlikdə özümüzə borc bildik ki, Afərim xanımı təbrik edək. Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. Bəli, qəhrəman oğullarımız can verdilər yurdu yaşatmaq üçün. Aslanın erkəyi dişisi olmaz deyərək belə bir cümləmiz də var ki, bəli, Afərim kimi xanımlar da özlərindən borc bilirlər ki, hər zaman mənəvi dəstəklərini əsirgəməsinlər analarımızdan, qardaşlarımızdan, atalarımızdan. Afərim xanım, bugün sizin doğum gününüzdür, biz sizi təbrik edirik. Sizə sağlıqlı, bərəkətli ömür diləyirik. Nə xoş sizin halınıza ki, siz belə bir qəhrəman oğlun xanımısınız, onun həyat yoldaşısınız, övladlarının anası, nəvələrinin nənəsisiz. Sizə gələcək işlərinizdə uğurlar diləyirəm. Bu çiçəkləri bizim Uğur Yolu ailəmiz adından mən sizə təqdim edirəm. Və istəyirəm ki, ZəfərTV.az saytı adından Cabbarova Afərim Knyaz qızı təşəkkürnamə ilə təltif edək. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızın xatirəsini hər zaman qəlbində yaşadan, uca tutan Afərim xanım Cabbarovaya təşəkkür edirik. Çox sağ olun, var olun. Təşəkkür edirəm. Və mənimlə birlikdə bugün burada igid qəhrəman oğlumuz, şəhid İlqar Adiloğlu Əhmədovun anası da özünə borc bildi ki, bax, dəyərli vətən qızımızı təbrikə gəlsin. Leyla ananın da sizə öz ürək sözləri var. Mən də kəşfiyyatçı Şəhid Əhmədov İlqarın anasıyam. Bugün özümü Afərim xanımın ad günü təbrik edədiyim üçün özümlə çox böyük məmnuniyyət hiss edirəm. Allah sizi var etsin. Bir nənə kimi, bir ana kimi sizə uzun ömür, can sağlığı, xoşbəxt günlər arzulayıram. O gün olsun nəvələrinizin xeyir işlərində, süfrənin başında oturub onlara həmişə gözəl tövfiyələr verəsiniz, gözəl sözlərlə, gözəl işlərlə onları həmişə bir süfrə başında olasın. Təbrik edirəm. Çox sağ olun Leyla ana. Mən sizə təşəkkür edirəm ki, dəyərli vaxtınızı ayırıb Afərim xanımı təbrikə gəlmişsiniz. Afərim xanım, mən elimin obamam, belə mərd xanımı ilə həqiqətən qürur duyuram. Sizinlə fəxr edirəm, mənim dəyərli el qızım. Vətən oğullarını unutmadığınız üçün mən sizə sonsuz təşəkkürümü bildirirəm. Yeni yaşınız mübarək olsun. Ad gününüz mübarək olsun. 100 yaşayın, sağlam yaşayın, bərəkətli ömür yaşayın. Sağ olun. Sağ olun. Təşəkkür ederim. Siz sağ olun ki, siz həmişə şəhidlərin, veteranların yanındasınız, arxasındasınız. Allah sizi eldən, obadan əskik eləməsin. Sağ olun. Mən də öz təşəkkürümü bildirirəm. Məni sahib gəldiyiniz üçün. Bu günləri mən veteranlar xəstəxanasındayam. Bugün məni Raziyə xanım, gözəl şairəmiz, yazarımız Raziyə xanım, vətənpərvər xanım, gözəl şəhid anamız, çox sağ olun, var olun ki, mənə belə dəyər verdiniz. Bundan böyük mənim üçün hədiyyə ola bilməz. Çox sağ olun. Cəmi şəhidlərimizin məqamını söyləsin, şad olsun. İlahi, amin. Allah sizi var eləsin. Rəhmət çəkmişsiniz. Allah sizi belə ümidar eləsin. Bütün anaları qarşısına baş əyirəm. Allah ordumuzu qorusun. Allah Azərbaycan xalqını qorusun. Əmin-amanlıq olsun, bir daha müharibə olmasın. Amin.